TikTokda qarşıma çıxdı həqiqətən də çox dəhşətli bir virus gəlir. Özümüzü qorumalıyıq həqiqətən. Bilmirəm Azərbaycanda yayılır yoxsa yayılmaqdadır. Hansı ölkələrdədir falan. Hardan gəlir bu xəstəlik, bu virus? Başqa video çəkəcəkdim həqiqətən də qarşıma çıxdı TikTokda, kefim pozdu. Dedim ki, belə bir video çəkim. Antivirus deyirlər. Siçandan gəlir deyəsən nədir? Elə bir şey olmalıdır. İndi baxacağıq, bilgi alacağıq ki, görün bu xəstəlik Azərbaycanda varmı, yoxsa hardan gəlir bu xəstəlik, nə məsələdə hamısını indi öyrənəcəyik. Çox uzatmadan keçək videoya. Hər birinizə xoş izləmələr. Bu nədir? Antivirus. Bu viruslar adı kimlər qoyur? Bizə adımızı nənəmiz falan qoyur da, nənələrimiz, babalarımız qoyur. Babaları eşitməmişəm, amma ki, nənələr qoyur çox adları. Bu antivirusun da nəsi var görəsən? Nə bilim, nəysə baxaq. Antivirus haqqında qısa bir məlumat paylaşıb Azərbaycanlı bir şəxs. Onu izləyək ilk növbədə. Hantavirus nədir və nə qədər təhlükəlidir? İnsanlar bu virusa əsasən gəmiricilərin sidiyi, nəcisi və tüpürcəyi ilə təmas zamanı yoluxurlar. Gəmiriciləri aradan qaldırmaq lazımdır, həqiqi deyirəm. Yer üzündən silmək lazımdır ki, xəstəlik yaymasın. Özdə koronavirusu da hansısa heyvanlar yayır deyə, həmişə həşəratlar, heyvanlar falan yayır, yəni xəstəlikləri. Nadir hallarda virus gəmiricinin dişləməsi və ya çırmaqlaması ilə də keçə bilər. Allah eləməsin. Video bitəndən sonra evi tam axtaracam. Harda istəyirəm var, tutub atacam başqasının evinə. Bizdən uzaq olsunlar. Zarafatı qoyaq bir qırağa. Həqiqətən də biraz araşdırma elədim bu haqda. Çox pis xəstəlikdir. Lap çox pisdir. Koronavirusdan belə şiddətli. Müalicəsi var görürsən, hamısını öyrənəcək yəni. The Lancet nəşri isə virusun Andes növünün insandan insana ötürülə bildiyini yazır. Bu virusun iki əsas sindromu mövcuddur. Bu iki növ bir-birindən fərqli əlamətlərin özünü biruzə verir. Virusun ağciyər sindromunun qızdırma, bud və kürək nahiyələrində şiddətli əzələ ağrıları, xəstələrin yarısında baş ağrısı, baş gicəllənmə və qarın ağrısı, ürək bulanma, qusma, öskürək, nəfəs... Koronavirus da belə idi. Koronavirus da prosta sümüklər falan ağrıyırdı, baş ağrısı var idi, məncə qrip də var idi deyəsən. Koronavirus belə idi. Koronavirusda ən çox öskürmə olurdu. Düzdür, mən yoluxmamışdım, bəlkə də yoluxmuşdum, mən nə bilim. O vaxtlar qızdırma falan eləyirdi. Mən əslində tez-tez xəstələnən biriyəm deyə virusun nə olduğunu heç anlamıram. Nəfəs darlığı və ağciyərlərin maye ilə dolması nəticəsində sinədə sıxılma kimi əlamətləri mövcuddur. Bu növdə ölüm riski 38%-dir. Böyrək sindromlu hemorragik qızdırma növü isə özünə şiddətli baş, bel və qarın ağrısı, qızdırma, bulanıq görmə, üzdə qızartı və səpki, aşağı qan təzyiqi, kəskin şok, daxili qanaxma, kəskin böyrək çatışmazlığı kimi əlamətlərlə göstərir. Virusun bu sindromunda ölüm riski növə əsasən dəyişir. Bu arada demişdi ki, 38% yəni ölüm riski vardı. 38% az bir şey deyil yəni. Ümid edirəm Azərbaycanda yayılmaz. Hansı ölkələrdə var? Bir ara TikTokda qarşıma çıxdı belə bir şey. Çoxda nə? 1-2 ay bundan qabaq. Güya bu virus Hindistandan yayılıb. Tam bilmirəm dəqiq olaraq. Güya belə bir şey var. İzləyək, baxaq. Sözlərinə görə bu virus həm də yoluxdurucu gəmiricilərin hərəkət etdiyi ərazilərdə olan toz vasitəsilə də insana yoluxa bilər. Belə bir şey deyim də, gəmirici hər yerdə var bir dəqiqə. İndi necə eləyək? Evdə mi maskamı falan taxıb gəzək? Baxa görək Fuad İskəndərov bu haqda nə deyir? Görəsən bu ədalətsiz dünyanın sakit keçən bir gün olacaq? Olmayacaq. Həqiqətən də hər gün nəsə olur. Hər gün nəsə olur. Gah savaşırlar, gah hansısa adada olunan əxlaqsızlıqlar aşkarlanır. Valla biz işdən evə, evdən işə gedib ömrümüzü yaşayırıq. Özünüzdən elə şeylər çıxardırsınız, sürətinizə çatdırmaq olmur. İndi də təzə virus çıxıb, adı da hantavirus. İndi siz... Hantavirus yoxsa hantivirus? Tam başa düşmədim. Bu virus adını da heç düzəməli qoymayıblar. Bizi nə ilə qorxudursunuz? Bizdə koronanın karantini bitməyib elə. İndi də hantavirus gəlir. Özdə fikir verin. Yeganə ölkəyə ki, xəstəliyin adını eşidən kimi hamı məzələnməyə başlayır. Xəstəlik gəlməmiş zarafatları gəlir. Bir gəmidə ortaya çıxan xəstəlik ümumi dünyada 7 nəfərdə aşkarlanıb. Amma bizə gələ bilməz. Ümumi dünyada aşkarlanır yəni yavaş-yavaş. Amma bizə gələ bilməz dedin, videonu kəsim, izləyəcək indi. Belə bir şey deyim. Nəyə görə adı ilə məzələnirik? Belə bir şey deyim, belə mən özümdən götürürəm. Çünki bir vətəndaş olaraq həftədə bir dəfə falan belə qrip falan oluram, xəstələnirəm. Bu xəstəliyə də yoluxsam, yəni Allah eləməsin. Xəbərim olmayacaq. Adi xəstəlik kimi keçəcək mənim üçün. İnanmayacam da, bu xəstəliyə inanmayacam. Keçib gedəcək yəni. Buna görə adı ilə məzələnmək nə bilim. Çünki həm də gah biri hanti deyir, gah biri hanta deyir. Buna görə çaşmaq olur. İzləyək, baxaq görün Fuad İskəndərov başqa nə məlumatlar verib. Özü gəmidə yayılıb dedi ya. Gəmidə yayılıb. Gəmidə bir xəstəlik necə yayıla bilər?
Elə gəmidə qalsaydı bataydı gəmi ilə birlikdə o xəstəlikdə. Bizə gələ bilməz. Çünki quru sərhədlərimiz bağlıdır. Özdə bu virusun əlamətlərinə baxın. Yüksək hərarət və titrətmə, ümumi halsızlıq və yorğunluq, əzələ ağrıları, Vallahi əzələ ağrıları falan, qızdırma. Mən də həftədə bir dəfə olan şeylərdir, bunu demişəm. Davamını izləməyə məncə ehtiyac yoxdur. Çoğalıyor. Antivirus haritası. Hantavirus. Əslində hantavirusdur. Fuad İskandarov dediyi kimi. Çoğalıyor. Yəni ki, bunun çox dəniz qırağı yerlərdə falan deyə bir dənə baxın. Bunu necə baxırlar? Buna hansı proqramla baxırlar? Yalan şeylər deyə bunlar. Hamısı yəni proqramı sayt yaradanlar əlindədir. Xəstəliyi də yayılan kimi göstərirlər. 2020 COVID-19 Hantavirus 2026. Bir də baxın, hantavirusda sisan şəkli var. COVID-19-da da ki yarası şəkli var. COVID-19-u yarası gətirib bəyəm. Görürsüz yeni günahkar kim oldu? Heyvanlar, gəmiricilər falan. Siçan editidir, bu nədir? Aha, yoluxdu xəstəliyə. Öskürək tutdu, baş ağrısı, gicəllənmə. Böyrəklər getdi, ciyərlər getdi. Yəni deyir ki, çaydan su içməyin. Hər yerdən su içməyin. Siçan olan ərazidən falan, gəmirici olan ərazilərdən su içməyin. Yəni ki, demək istəyir ki, özünüzü qoruyun bir sözlə. Bu editin məqsədi odur. Bir türk abimiz var, dəqiq ətraflı məlumat verib, bir dənə onu izləyək görüm nədir bu hantavirus haqqında. Dünyada gündem hantavirüs. Hantavirüs hakkında her şeyi anlatıyorum. Hantavirüs nedir, nasıl bulaşır, sizde olduğunu nasıl anlarsınız, tedavisi var mı, ölüm oranı nedir hepsini anlatacağız. Fareler ve sıçanlar tarafından taşınan ölümcül bir virüs. %38 ölüm oranıyla çok tehlikeli bir virüs. Korona %2 idi, grip %0.1 ama hantavirüs ise %38 ölüm oranına sahip. O hantavirus koronadan çox yüksəkdir, ölüm faizi yəni. 3 kişiden birini öldürüyor ve tedavisi yok. Qoqa necə yəni? Hər şey çarə var, bir dənə bu xəstəliyə mi çarə yoxdur? Fuad İskandarov dediyi kimi Azərbaycanda yayılma ehtimalı yoxdur. Özünüzü rahat saxlaya bilərsiniz. Bəzi ölkələrdə getdikcə yayılır. Bəzi ölkələrdə də bunun çarəsi olar məncə. Şimdi gel bu virüs neymiş, nasıl bulaşırmış, etkileri nelermiş sana tek tek onları anlatayım. İlk 1-2 gün grip sanıyorsunuz. Yüksek ateş, baş ağrısı, kas ağrısı. Üşütmüşüm diyorsun ve doktora gitmiyorsun. 3. ve 4. gün. Felaket burada başlıyor. Nefes alamıyorsun, akciğerlerin su doluyor, öksürüyorsun, kanama Məncə çarəsi olar. Hər şey çarə var çünki. Belə deyib bəlkə də insanları aldadılar, nə bilim. Koronavirusa da çarə var idi. Amma ki bunun ölüm faizi daha yüksəkdir ya, bayaq dediyim kimi. %38 yəni. Hər xəstəlik qriplə gəlir. Qızdırma, baş ağrısı da qriplə gəlir yəni. Yo deyəsən birinci baş ağrısı olur, sonra qızdırma. Başım çıxmır yəni, mən həkim deyiləm. Belə şeyləri çox bilmirəm. Bu vaxtda həqiqətən qarşıma çıxdı, biraz qəribə oldum ki, görəsən nə deyirlər, nə məsələdir, nə olur, nə baş verir dünyada, hantavirus nədir, hanti nədir. Yəni çox sağ olsunlar məlumat verənlər bizə. Tam dəqiq olaraq məlumat aldım bu virus haqqında. Ümid edirəm videonu bəyəndiniz. Allah dünyamızı salamat eləsin. Gələn videolarda görüşmək ümidi ilə sağ olun, sevilirsiniz.